Chip tuninglər olunur avtomobilin mühərriyinə. Onun mühərriyinin gücünü artıran. Məsəl üçün Golflar var, Volkswagen Golflar var ki, 1000 at gücünə gətirib çıxarılır o. Amma faktiki Volkswagen Golf'un at gücü 160, maksimum 200, maksimumda, yəni zavod istehsalı ola biləcək. 1050 at gücünə gətirilib çatdırılan həmin o mühərrik yenə də həmin yağlarda istifadə olunur, yoxsa? Bax, belə deyək də, mühərrik yağını təyin edən mühərrik istehsalçıdır. Yəni avtomobil istehsalçısı yox, mühərrik istehsalçısı. Mühərrik istehsal edən. Çünki biz bilirik ki, məsələn, Volkswagen mühərrik istehsalçısı həm mühərrik istehsal edir, həm də avtomobil. Bəli. Amma Volkswagen mühərrikləri digər başqa avtomobillərdə, Çin avtomobilləri olsun və yaxud da məsələn Şkodada istifadə olunur və yaxud da Nissan, məsələn Renault məsələn həm avtomobil istehsalçıdır, həm də mühərrik istehsalçıdır. Əsasən mühərrik istehsalçıları mühərrikin konstruksiyasına uyğun olaraq təyin edirlər ki, bu mühərrikə məsələn 5W40, 5W30 və yaxud da 0W20 istifadə olunmalıdır. Amma əlavə məsələn o mühərrik gücləndirilirsə, artıq o sayı göstərici mühərrik istehsalçısının tələb etdiyi yağ dəyişmir. Çünki onun yağ orada təyin olunanda onun detalların arasındakı məsamələr, yağ qatının nazik və ya qalın olması, bunlar hamısı nəzərə alınır, mühərrik istehsalçısı tərəfindən təyin olunur. Yəni əlavə gücləndiricilər artıq yəni bir var zavod şəraitində zavod etsəydi onu mühərrik istehsalçısı və əlavə tövsiyə eləsəydi ki, məsələn bunu 540-dan keçirdin 0W, o başqa bir məsələ. Amma Azərbaycanda hansısa ustalar onu əlavə nəsə qurğu ilə və yaxud da hansı qatqılarla onu edirlərsə, onda onun o mühərrik istehsalçısı hansı yağı təyin edibsə, elə onu da davam edirlər istifadə etməyə.